Avtomobildə nə problem vardı qardaş? Bir dənə ətraflı izah elə. Salam. Qardaş, belə deyək də, bir il bundan qabaq belə deyək. Yəni məşhurlardan biridir. Yəni orijinal adı ilə mənə Open Hava Collectors, yəni soxublar da, çıxmasın deyə. İndi hal-hazırda açmışıq. Neçə vaxt 3-4 aydır gedirəm, farsunka deyirlər, çox diaqnoz qoyurlar. Nə problem var maşında? Maşında səs yox, motorda əsir. 50-60 çatana qədər temperatur, əsir sonra keçir. Yəni zastronka diaqnozu qoyurlar. Yəni babin, svetsa, yəni 4-5 aydır yəni gəzirik də, heç bir şey tapa bilməmiş. İndi gəlmişik, açmışıq ki, yəni hava kollektorunu. Çox sadə bir şeydəndir də problem. Hava kollektorunun prokladkası quruyub. Buna baxın qardaş, bunda problem olduğu üçün, buna bax bir dənə, əlimlə belə eləyəcəm, qırılacaq, qopacaq. Hətta biri baxın buradan qopur. Dartsan belə qırılır. Görürsünüz? Bunun da problemi budur qardaş. Bunun yenisi ilə indi əvəz eləyəcək. Bax, çox sadə, elementar bir problemdir. Qardaşı buna görə nə qədər xərcə salıblar, özü də məşhur bir ustamızın yanına gedib. Özü də bildi kimdir. Maşın nömrəsini də çəkdi, bəlkə baxalar, utanalar. Maşın nömrəsində baxın. Çəkələr ki, şahs püstübü bir gün artıq xərcə salırlar. Gördüyünüz kimi problem də budur. Yəni, cəmaatı artıq xərcə salmaqla deyil. Düzgün problem, düzgün diaqnoz. Yəni, indi bunu dəyişəcək problem də aradan qalxmış olacaq. Yəni, deməyim odur ki, yəni, az milləti aldadın, giz-giz diaqnozlar qoyun maşına. Sağ olun, salamat qalın, diqqətiniz üçün təşəkkürlər.